Bizim qədim alimlərimiz imamların dövrünə yaxın yaşadıqlarına görə başqa məzhəblər kimi, belə deyək, səhih kitab, sənəd baxımından, mətn yox, sənəd baxımından səhih kitab cəm eləməyə səy göstərməyiblər. Yəni bizim Əhl-i Beyt mədrəsəsində səhih deyəndə başqa mədrəsələrə nisbətən biraz fərqli anlama gəlir. İndi səhih nədir, filan nədir, ondan vaxt almaq fikrim yoxdur. Ona da inşallah vaxtında gələcək geniş şəkildə. Sənədə bizim demək olar ki, qədim alimlərimiz tərəfindən kitab kimi bir kitab yazılsın, məsələn Buxari, Müslüm filan, bizdə də o hökmdə olsun ki, bu kitabda əvvəldən axıra qədər nə varsa səhihdir. Belə bir səy alimlərimiz tərəfindən göstərilməyib. Amma bir qism alimlər olub ki, imamlarımızın dövründə həmən o şəxslər hədis məsələsində çox ehtiyatlı olublar. Yəni hər hədisi qəbul eləməyiblər və hər hədisi də nəql eləməyiblər. Və bunun da səbəbləri var. Məsələn, İmam Əli əleyhissalam Şəhid Saninin Munyetül Murid kitabıdır, qədim kitablarımızdandır. Həmən o kitabda bu çapla 193-cü səhifədə hədis nəql edir. İmam Cəfər Sadiq əleyhissalamdan, İmam Cəfər Sadiq əleyhissalam da sənədin birləşdirir İmam Əli əleyhissalama. İmam Əli əleyhissalam buyurdu: İzə həddəstum bi hədisin fəəsniduhu iləl-ləzi həddəsəkum. Bir nəfər Əhl-i Beytin adından bir hədis danışdısa, hədis söylədisə, İmam Əli əleyhissalam əmr eləyir ki, o hədisi kim nəql edir, onları neynəmək lazımdır? Qeyd eləmək lazımdır. Məsələn, otur minbərdə denən ki, Peyğəmbər buyurdu belə, o kifayət eləmir. Sən kitab adı tuta bilərsən. Məsələn, Üsul Kafidə Peyğəmbər buyurub belə. O sənəd Üsul Kafidə var və yaxud Biharul Ənvarda. İmam Əli əleyhissalam deyir ki, bizdən kim hədis nəql eləyirsə, sənədsiz hədis nəql eləməsin. Bəzi məzhəblər bizim alimləri bir növ belə zəif hesab eləyirlər. Amma onlar düşünmür ki, hədisin sənədi ilə ciddi, qayğı və buna bənzər kəlmələr hədisin sənədinə yanaşmaqda bizim məzhəbdə olub. Əhl-i Beytin xüsusi göstərişi var. Sənədsiz hədis, imam deyir ki, belə bir addım atmayın. Niyə? İn kânə haqqən fələkum. Əgər onun dediyi haqq olsa, xeyri sizindir. Və in kânə kəzibən fəaleyhi. Əgər yalan olsa, günahı o nəql eləyənin boynuna olacaq. Amma sənədi qeyd eləmədən şəxs Peyğəmbər imamdan və yaxud başqa bir şəxsdən hədis nəql eləsə, onda onun günahı olacaq həmən o şəxsin boynuna. Bu hədis, deməli, Mövsuət Əhadis Əhlil Beyt kitabı var. Orada 47.200 4723 nömrəli hədisdir. Hədisin sənədi də mötəbərdir. Elə bir Əllamə Hadimə Nəcəfi deyir ki, bu hədisin sənədi mötəbərdir. Deməli, mötəbər sənəddə hədisdə bizə imamlarımız tərəfindən bir növ ciddi tapşırıq var. Hər hansı bir hədis nəql olunanda gərək onu kim deyir, o tapılmalıdır. Kim nəql eləyib, kimdən eşitmisən, həmən o tapılmasa, deməli, Əhl-i Beytin göstərişinə düzgün şəkildə əməl olunmur.